elədilər və məsnu eləyək. Mənim danışığıma qulaq asan, əzizlər, dırnaq arası deyirəm burada. Güney Azərbaycan milli hərəkatında olan, milli hərəkatını yaradan və onu irəliyə sarı götürən və aparan və sürən millətçi və hərəkətçilərdir. Bunların çoxlu hissəsi mənim kimi bəlkə də politikal və siyasi savadları güclü deyil. Mən çalışıram onların ana diliyle danışan. Mənim danışığımı çobanlar eşidir. Mənim danışığımı ilməhçilər eşidir. Mənim danışığımı əməyi talanmış və mədəniyyəti, kültürü, dili, hüviyyəti uğurlanmış, savadsız qalmış, öz dilində savadı olmayan millətçi və hərəkətçilərimiz, millətimizin müşərəfli oğulları və qızları, yəni balaları eşidirlər. Eşidirəm, hərdən bəziləri mənə deyirlər ki, mənim qulağıma çatır. Çox siyasi islahlar işlətmədi. Yəni, fransızca, latincə, italyanca bilmirəm, İngiliscə islahlar çox işlətmir. Elə mənim də azca deyim sizə, hünərim budur ki, eləyə bilirəm, ana dilimlə o tapdalanmış və əzilmiş və məzlum ana dilimlə mesajımı hangi anlamları istirəm, hangi mənaları istirəm, çatdırıram millətimizə. Bu mənim danışığımda hünərim və başarımdır. Sən əziz qardaş ki, onları bilirsən, qətlən mənim danışığımı da anlısan. Amma onları ki, o sən dediyin islahları, məsələn, fərz buyurun, mən gözümün və təhəmmülün yerinə ki, bunu bizim millətimizin %100'ü anlır, gönlünü istəyir, tolerans işlədərəm. Amma izin ver, çox az bu islahlardan işlədək. Bu parantezi dırnaq arasını bağlıram, geçirəm əsas mətləbə. Bəli, bir ildir Amerikanın B-2 uçaqları məsnui, yəni petroldan, nəftdən düzəlinməmiş, yanacaq dəniyirdilər və dənədilər və müvəffəq də oldular. Yəni, imtihan edib və azmayış edib və müsbət nəticədə aldılar. Bunlar mühüm məsələlərdir. Və bu uçaqlar bombalarla bu bir ildə olan, geçən ildə olan dənəmələrin və azmayişlərini elədilər. Nəzərə gəldi ki, Muhammed Əl-Bəradəyi ki, biz belə deyirik, ola bilər Türkiyədə ya Quzeydə ya ayrı ölkələrdə bunun adını bir ayrı tələffüz edirlər. Hər halda bizim millətimiz Muhammed Əl-Bəradəyi tanır bu adamı. Bilirsiniz, Atom Enerji Ajansının məsulü, sorumlusu, başkanıdır. Belə görünürdü ki, İrana arxa durur bu adam. İrana sarı danışır. Yəni, İranı gözlür. Bunun əxir danışıqlarını da gördünüz. Və İranı çox çətin sualların altına apardı. Bunun ki, İranın biz deyə bilmərik ki, İran atom bombası düzəltmək fikrində və ardında deyil. 2. İranın bəzi məşkuk hərəkətləri, fəaliyyətləri var və bunlar tək enerji ilə bağlı deyil. Ola bilər ki, atom bombası da düzəltmək niyyətində, fikrində olsunlar. Bəzi əsərlər və izlər görünüb, bəzi faktlar və sənədlər əllərinə geçib və İrandan onlarla bağlı sual ediblər və İran net, konkret, somut və soyut
yəni açıq cavab və yanıt verməyib bu sorulara. Bunlar çox mühümdür. Ondan sonra bilirsiniz, Dik Cheney Türkiyədə idi ki, maalesef Türkiyə hökuməti hər halükarda hətta izin vermir. İzin vermir ki, Amerika hesabını təsviyə eləyə, İranın zalim, qəddar, cəbbar və qaniçən və insanlara və millətlərə böyük zindanı təşkil edən rejimi ilə. Və sonra bilirsiniz, Abdullah bəy Gül buradaydılar, gənə Türkiyə müqavimət edir, şiddətlə müqavimət edir və bütün imkanlarından yararlanır ki, Amerikanın qarşısını alsın ki, İranla savaş aralarında çıxmasın. Və onlar gəldilər, döndülər. Geçən günlərdə bilirsiniz ki, Türkiyənin Dışişləri Bakanı, yəni Xaricə Vəziri Ali Babacan buradaydı. Geçən günlərdə də buradaydı. Önemli danışıqlar gedir. Hər halda çoxlu məsələlər də var. Bilirsiniz, mən danışığımı çalışırdım ki, 15-20 dəqiqə, 25 dəqiqə olsun və sizlərin çox vaxtınız tutulmasın. Ona görə istədim qısa danışım, amma detaylı danışım. Yəni, bəzi fakt və sənədlərə dayanaraq danışım. Əzizlər, vəziyyət, durum çox kritik və həssasdır. Hazırlığımız olmalı. Burada bir ayrı nöqtədə işarə edeyim. Mənim geçən ildə 36 dəfə görüşüm olub. İşimiz yox. Bəziləri ki, maalesef bunu deməliyəm. Boşluqdan yararlanıb, gəlib, bəli, bütün ömürlərini, əlbəttə mən bütün ideolojilərə və düşüncələrə hürmətim, saygım var. Mən marksist, komünist deyiləm. Amma nə qədər bir Hristiyana, nə qədər bir Yahudiyə, nə qədər bir xidmətçiliyim, buğdayıya hürmətim var, elə o qədər də bir marksist, komünistə saygım və hürmətim var. Amma sədaqət ayrı bir şeydir. Sən əgər 18 yaşından 42 yaşına qədər 24 il marksist-leninist olmuşsan və bütün yatırım və sərmayavı, güc və potansiyelivi o yöndə və o yolda, o ideolojinin və məktəbin uğrunda harcamısan, xərcləmisən, sərf eləmisən, elə orada ol. Orada qal. Orada qal. Ola bilər insan dönüşsə mütəhəvvil olsun. Amma biz bilirik sən dönüb və mütəhəvvil olmamısan, dəyişilməmisən. Yalnız boşluqdan yararlanmışsan. Ola bilər bu ağa da olsun, xanım da olsun. Bilirsiniz, bir ildir Güney Azərbaycan müştərisi çoxalıb. Güney Azərbaycan Milli Hərəkətindən müştərilər çoxalıb, mətfəz eləyim. Onun məhbusları ilə bağlı, insan haqları ilə bağlı filan bilirsiniz. Maalesef bu, ki mənim də əvvəlkə əlimdə faktlar var. Bunlar zamanında işiyə çıxacaq və ya tariximiz bunları səbt və zəbt edəcək. Mənim də rolum var bunların qəbul olunmağında. Nə bilim, dedik Güney Azərbaycanlıdırlar, millətimizin qızlarıdırlar, oğullarıdırlar. İndi dünyanın hər yerində yaşayırlar. Əlbəttə mənim danışıqlarım çox dışarı inandı, xaric inandı yəni. Güney Azərbaycandan deyil. Bu məsələ ilə bağlı arz edəcəm. Və bunlar qəbul olundular, getdilər bir dövlətlərlə gördülər. Sonra mənə aylardır elə bu adam hara gedir oradan. Amerikalılar,